Bugün iş dünyasında tez-tez müzakirə olunan əsas suallardan biri budur. Peşəkar əməkdaş daha önəmlidir, yoxsa peşəkar yanaşma? Əslində bu iki anlayış bir-birindən ayrılmazdır. Peşəkar yanaşma olmayan mühitdə peşəkar əməkdaş uzun müddət qala bilmir. İstedadlı insan ya tükənir, ya da inkişaf üçün başqa mühit axtarır. Digər tərəfdən güclü yanaşma və sağlam sistem qurulmuş təşkilatlarda orta səviyyəli əməkdaş belə zamanla peşəkara çevrilə bilər. Bu səbəbdən əsas məsələ təkcə yaxşı kadr tapmaq deyil, onu saxlayacaq və inkişaf etdirəcək mühiti yaratmaqdır. Yaxşı əməkdaşı işdə saxlamaq üçün ilk növbədə onun dəyər gördüyünü hiss etməsi vacibdir. İnsan yalnız maaş müqabilində deyil, hörmət və etimad gördüyü mühitdə qalmaq istəyər. Əməkdaş bilməlidir ki, bugün gördüyü iş onun sabah daha yaxşı mövqeyə apara bilər. Davamlı öyrənməyi, məsuliyyət artımı və karyera perspektivi olmayan yerlərdə uzun müddətli sədaqət göstərmək məncə real deyil. Digər mühüm məsələ rol və gözləntilərin aydın olmasıdır. Bir çox hallarda əməkdaşlardan nə tələb olunduğunu dəqiq müəyyənləşdirmək, nəticələr və qeyri-obyektiv qiymətləndirilmələr narazılıq və motivasiya etkisinə səbəb olur. Sağlam idarəetmə isə güvən üzərində qurulmalıdır. Daim nəzarət edən, mikromenecment tətbiq edən rəhbərlik əməkdaşı inkişaf etdirmir. Əksinə onu passivləşdirir. Bugün demək olar ki, bütün sahələrdə müşahidə olunan kadr çatışmazlığının səbəbləri isə məhz bu nöqtələrdə cəmlənir. Şirkətlər gözləntiləri ilə təqdim etdikləri imkanlar arasında ciddi uyğunsuzluq var. Çox vaxt yüksək bilik, geniş təcrübə və çoxşaxəli bacarıqlar tələb olunur. Amma qarşılığında bazardan aşağı şərtlər təklif edilir. Eyni zamanda bazar sürətlə dəyişir. Yeni bacarıqlara tələbat artır, lakin təhsil sistemi və daxili təlim mexanizmləri bu sürətə uyğunlaşa bilmir. Uzaqdan iş, freelance platformalar və xarici bazarlara çıxış istedadlı insanları lokal şirkətlərdən uzaqlaşdıra bilir. Bu şəraitdə kadr saxlamaq üçün təkcə maddi faktorlar deyil, mədəni yanaşma və insan amili ön plana çıxır. Ən vacib məqamlardan biri isə idarə etmə böhranıdır. Təcrübələr onu göstərir ki, insanlar çox vaxt işdən deyil, idarə etmə sistemindən və rəhbərlikdən gəlir. Nəticə olaraq demək olar ki, bugün əsas problem kadr tapmaq deyil, kadrı anlayan və onunla işləməyi bacaran sistemi qurmaqdır. Şirkətlər özlərinə bu sualı səmimi şəkildə verməlidirlər. Yaxşı əməkdaş niyə bizimlə qalmalıdır? Bu suala real cavabı olan təşkilatlar kadr çatışmazlığı deyil, davamlı inkişaf problemi ilə məşğul ola bilərlər.